Bugün ölkəmizdə ilk dəfə olaraq Azərbaycan HR İnstitutu, Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə insan resurslarında psixologiyanın rolu Yeni Çağırışlar adlı tədbirimiz baş tutur. Tədbirdə əsas məqsəd psixologiyanın dəstəyi ilə insan resurslarını daha effektiv necə idarə etmək olar, həmçinin təşkilati mühitdə psixologiyanın önəmi kimi mövzular müzakirə olunur. Tədbirdə 100-dən artıq HR nümayəndələri, HR üzrə peşəkarlar iştirak edirlər. İnanırıq ki, insan resursları ilə psixologiyanın vəhdəti şəklində biz ölkəmizdə insan kapitalının inkişafına kiçik də olsa töhfə vermiş oluruq. Tədbirdə iştirak etdiyiniz üçün hər kəsə təşəkkür edirəm. Bugün Psixologiya Elmi Tədqiqat İnstitutu və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə insan resurslarında psixologiya yeni çağırışlar mövzusunda böyük bir tədbirimiz oldu və bu tədbirin keçirilməsində əsas məqsəd insan resursları sahəsində görüləcək işlər sırasında işçilərin işə qəbulu prosesində onların peşəkar bilikləri ilə yanaşı psixoloji xüsusiyyətlərinin nəzərə alınması, iş mühitinin, təşkilati mühitinin sağlamlaşdırılması istiqamətində təlimlərin, treninqlərin keçirilməsi və eyni zamanda işçilərə gərəkirsə fərdi psixoloji dəstəyin göstərilməsi, işçilərin fərdi inkişafı üçün proqramların hazırlanması, dolayısıyla işçilərin həyatına dəyər qatılması, bu istiqamətdə bizim panel müzakirəmiz oldu və eyni zamanda Psixologiya Elmi Tədqiqat İnstitutunun psixoloji konsalting xidməti bu istiqamətdə saytımızın təqdimatı oldu ki, o saytda həm müəssisə əməkdaşlarının pre-postdan keçirilməsi, psixoloji profillərinin yaradılması, onlara təlimlərin keçirilməsi, fərdi psixoloji dəstəyin, xidmətin göstərilməsi, bütün bunlar orada öz əksini tapmışdı. Bütövlükdə bizim tədbirimizdə 4 çıxış oldu, 4 məruzə oldu. Bu məruzələrdən biri saytın təqdimatı, 2 konsalting xidməti hansı formada həyata keçirilir, onunla bağlı təqdimatımız oldu. Sonra psixoloji xidmətin insan resurslarında faydası, yəni işçilərin iş məmnuniyyətinə, onların rifahına və eləcə də həyat məmnuniyyətlə təsiri mövzusunda bizim təqdimatımız oldu. Bir də treninqlərin keçirilməsinin, təşkilati mühitin sağlamlaşdırılmasına təsiri. Bütövlükdə bir məsələni qeyd eləmək istəyirəm ki, biz rifah dövlətində yaşayırıq və hər bir vətəndaş kimi hər bir işçinin də çalışdığı iş mühitində onun rifahının, onun həyat və iş məmnuniyyətinin formalaşdırılmasında hər bir müəssisə bunun üçün çalışmalıdır və HR-lar da yalnız işçi qəbulu və işçi təşkilati mühiti düzəltmək yox, psixoloji faktorları iş həyatına daxil etməlidirlər. Və bugünkü tədbir mən bir hərəkat da adlandırardım. Çünki bu proses məhz HR ilə psixologiyanın bərabər bu işə cəlb olunmasında düşünürəm ki, Azərbaycanın iş dünyası və Azərbaycan iş dünyasında çalışan əməkdaşların rifahının yüksəlməsinə müsbət təsir edəcək.